Süni intellektdən istifadə beyin fəaliyyətini zəiflədə bilər. Amerikalı alimlər bu qənaətdədir. Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellektdən həddindən artıq istifadə insanlarda, xüsusilə də gənclər arasında düşünmə, analiz etmə və yaradıcılıq qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Psixoloq İlahə Aslanovanın sözlərinə görə süni intellekt texnologiyalarından düzgün şəkildə faydalanmaq mümkündür. Lakin hər bir məsələnin həllini süni intellektə həvalə etmək insan beyninin aktivliyini azaldır. Beynin passivləşməsi isə zamanla diqqət, yaddaş və düşünmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Təbii ki, bu kənardan müsbət tərəfləri daha çox kimi görünür, amma eyni zamanda zərərli tərəfləri də var. Birinci növbədə əqli tənbəllik yaradır, idrak fəaliyyətləri zəiflədir insanlarda və eyni zamanda kreativ düşünmədə zəiflik yaradır. Daha sonra yaddaşda zəiflik yaradır. Bu nə deməkdir? ChatGPT yadda saxlayacaq məsələn. Ona görə də yaddaşın zəifləməsinə gətirib çıxardır. Bəzi proseslərin zəifləməsinə gətirir. Bunlar nədir? Fəaliyyət proseslərində insan özü düşünən, səhv edən varlıqdır, lakin qərar vermə, problem həll etmə kimi bacarıqların zəifləməsinə gətirib çıxardır. Mütəxəssislərin də vurğuladığı kimi, texnologiyadan düzgün istifadə edildikdə o güclü bir köməkçidir. Lakin hər şeyi süni intellektdən soruşmaq insan beyninin fəaliyyətsiz qalmasına və düşünmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Bir sözlə, süni intellektdən faydalanarkən şəxsi düşünmə və qərar vermə bacarıqlarınızı da inkişaf etdirməyi unutmayın. Firuzə Məlikzadə, Davud İbrahimov, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.